Salam Famil bəy. Salam Vüsal bəy. Necəsiz? Çox sağ olun. Sizi dəvət eləməkdə məqsədim o oldu ki, Novxanıda olan bağ evimi satışa çıxartmaq istəyirəm. Bağ evi faktiki 10 sotdur, amma kupçada evin və torpağın kupçası var. Torpağın kupçası 8 sot. Mən buranı almışam 2015-ci ildə. Alanda hazır ev idi. Həyətdə daş örtüklər vurdurdum. Evin içində pollara əl gəzdirdim, evin özünə əl gəzdirdim. Deməli buranı yayda oturub istirahət eləyən yerimizdir. Demək olar ki, heç evdə oturmuruq da. Ora bisetkadır, ora həm də meh tutan, kürək tutan hissədir. Orada manqal hissədir. Manqalım var orada. Deməli onun qabağı görürsüz hamısı daşdır da, daş vurulub yerə zada ki, təmizlik olsun, toz torpaq gəlməsin. Qonaqlar gələndə, ziyafət olanda, yəni tam təmizlik olur. Allah qoysa indi görüm evdə tapa bilsəm yay şəkillərini də sizə yönləndirəcəm. Burada yayda yazdan başlayaraq demək olar ki, bütün həyət meşə kimi olur. Yəni heç bir o həyət, qonşu o tərəf görsənmir, çünki o qədər ağaclar sıxdır ki. Mən görürəm ki, həyəti 2 hissəyə ayırmısınız. O həyəti 2 hissəyə ayırdım. Sol tərəfdə setkiyə salmışam ki, oradan bütün toyuq zat o vaxt saxlayanda o toyuq zat bu tərəfə keçə bilməsin. Bir hissəsi elə bil hamısı meyvə ağacları. Burada deməli meyvə ağaclarından yapon əzgilidir. Üzüm çoxlu hər cürə üzüm var. Ağ üzümlər, qara şanılar, tut ağacları, xartut, ağ tut. O birisi hissəni də ayırdım. Orada da meyvə ağaclarıdır. Amma mən elə bil burada yaşayanda toyuq da saxladım. Nə bilim digərdən Hind quşu deyilən bir şey, onlardan da saxladım. O məqsədlə oranı ayırmışdım ki, toyuqlar bu hissəyə keçməsinlər. Həyət hamısı güllü, çiçəkli, yəni öküz ürəyi deyilən o meyvədir. Sonra yekə alçalardır, yapon əzgilidir, belə şeylərdir. Yəqin ki, seçmə sortlardan. Bəli. Hamısı ərikdən tutmuş, vişniyə qədər, gilasdan, narlar, hamısı burada, yəni spets, hamısı seçilmədir. Bu bağı siz özünüz salmısınız? Bağı bəli. Bütün ağacları mən özüm Deməli əkmişəm. 11 ildir ardasa bu bağın yaşı var. Bəli, 11 ildir. Tut ağacların hamısını özüm əkmişəm. Üzümlərin hamısı özüm əkmişəm. Boş torpaq idi. Torpağı necədir buranın? Münbitdir. Biz burada hətta yaşayan vaxtı pomidor, xiyar, badımcan, bibər nə əkirdiksə bitirdi. Həyətdə bu darvazadan içəri girən kimi sanitar qovşaq var. Orada hələm duş da var. Yəni yuyunmaq da olur, belə ayaq yolu kimi də istifadə etmək olur. İndi ev haqqında da məlumat verin. Ev deməli 2 mərtəbəlidir. Düzdür, monolit deyil. Ortada elə bil atma turbalardan istifadə olunub. Bir dənə zaldır. Bir tərəfdə gəzəndə bağlıdır. Mətbəx də burdadır. Bir dənə yataq otağıdır. Üç otaq da yuxarıdadır. Orada da zal və 2 dənə yataq otağıdır. İndi buranın kommunal xidmətləri haqqında da məlumat verin. Kommunal xidmətləri bura yəni yaşayış zonasıdır. Qaz sayğacı var, işıq sayğacı var, su sayğacı var. Hamısı yəni yaşayış olanda gəlirlər o nəzarətçilər nə yazıbsa onu ödəyirsən. Bir də Famil bəy, evin isitmə məsələsini necə həll edirsiniz? Evdə birinci mərtəbədə də, ikinci mərtəbədə də o hamam İran sobaları quraşdırılıb. Yəni biz buranı bağ kimi istifadə edirik. Qışda məsələn biz burada qalmışıq, 2 il yaşamışıq. Onlardan istifadə edib polnu isitmə olur. Ya da kombi çəkilməlidir. Bəli. Yəni burada qaz təchizatı var da bu küçədə. Qaz sayğacı var, qaz gəlir. Bəli. Sənəd deməli evin də kupçası var, torpağın da kupçası. Təyinatı yaşayışdır. İndi keçək əsas məsələyə qiymət. Əvvəl 165 min idi. Yəni indi təcili, yəni xeyir işlə əlaqədar pul lazımdır. Ona görə 159 real alıcıya satardı. Nədən istəsən maraqlanmış. Burada torpağın sotu 10 min. 10 min manat. 10 min manat. Bunun təkcə 100 min elə torpağının pulu eləyir. Bəli. Aydındır. Bağı, bağçası. Bisetka qurulub. 2 mərtəbəli 5 otaqlı evdir. Yəni burada mənə elə gəlir ki, qiymət münasibdir.
Oldu. Təşəkkür edirəm ki, dəvət elədiniz. Çox sağ olun. Oldu Siz də Famil bəy. əziyyət çəktiniz. Sağ olun. Allah köməyiniz olsun.